أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بائس خلائق الأجمعين، وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبا القاسم محمد. اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين المعصومين المنتجبين المتخيرين، واللعنة على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، فقد قال الله الحكيم في كتابه الكريم وآياته العظيم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وإن كنتم في ريب مما نزلنا على عبدنا فأتوا بسورة من مثله وادعوا شهداءكم من دون الله إن كنتم صادقين، وإن لم تفعل فلن تفعلوا. صدق الله العلي العظيم. پیغمبر صلوات. Mümin müminat, Müslüman Müslümat, boynumuzda hakkı olanlar, cemil Muhammed ümmetinin selamet, müveffek ve müeyyed olması hatırına salavat edin. اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Hazret Muhammed'in dininde sabit qədəm qalmağımız xatirinə Muhammed və Ali Muhammedə ucalı salavat zikr. اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Kainatın nicatı olan, gözlərimizin nuri, qəlblərimizin sevinci, İmam-ı Zaman ağanı mübarək cümə günündə yad eləyib, Ali salavat zikr eləyib. اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bilirsiniz ki, son günlərdə ağamız, Peyğəmbərimiz, rəhbərimiz Hz. Muhammed sallallahu aleyhi və aleyh Qərb mediasında tənqid olunub, təhqir olunubdur. Müxtəlif vasitələrlə bundan əvvəl də Həzrət Peyğəmbərə tohinlər eləmişdilər, təhqirlər eləmişdilər. Və son olaylar ki Fransada baş verdi, Həzrət Peyğəmbərə tohin olundu, Həzrət Peyğəmbərə karikatur çəkildi. Bütün dünyada müsəlmanların şiddətli etirazına, müsəlmanların bu pis əməli, əxlaqsız dərc olunmuş karikaturu şiddətli qınanmasına və etiraz səslərinin ucalmasına səbəb oldu. İndi biz bir müsəlman kimi fikr edirik ki, diqqət çəkməliyik ki, nə üçün Allah düşmənləri Həzrət Peyğəmbərə bu cür təhqiramiz karikaturlar, təhqiramiz ifadələr ardıcıl olaraq
əmələ keçirdirlər, həyata keçirdirlər. Fikr eləməliyik bunun haqqında. Bunun birincisi odur ki, Qərbdə, Avropada İslam dini günü-gündən çoxalır. Artıq Avropanın xalqları belə başa düşüblər ki, bir dəstə hegemonçu, azğın fikirli istismarçılar tərəfindən istismar olunurlar. Yəni bu istismarçılar nəinki təkcə müsəlmanları, hətta öz xalqlarını da belə istismar edirlər. Və bu istismardan yaxa qurtarmaqlığın yeganə yolu İslam adət-ənənələri, İslam dini, İslam şəriəti ki, əxlaqi səciyyələri özündə tərənnüm eləyən bir dindir, İslam dininə iman getirirlər. Və günü-gündən Avropada müsəlmanların sayı artır. Təhsil Nazirinin müavini, Mədəniyyət Nazirliyinin işçiləri Fransadan gedir söhbət. Bir çox ziyalılar, bir çox tanınmış devlət, siyasi xadimlər, o cümlədən elm sahəsində müxtəlif nailiyyətlər əldə etmiş kimsələr ömürlərinin bir hissəsini küfürdə, dinsiz, əxlaqsız, tərbiyyəsiz bir sahədə keçirmişdilərsə, digər bir hissəsini İslam dininə iman gətirməklə yaşayırlar. Bu da qərb hegemon qüvvələrini narahat edir. Avropa dövlətlərini, Avropa rəhbərlərini narahat edir və öz xalqları arasında İslam əhkamını, İslam şəriətini, ümumilikdə müsəlmanları vəhşi, yırtıcı, qaniçən göstərməkdən ötəri müsəlmanların müqəddəs peyğəmbərini Hz. Muhammed sallallahu aleyhi ve sellem peyğəmbərə karikaturlar çəkirlər və bu karikaturları çəkənlər və çəkdirənlər, bu təhqiri edənlər və bu təhqirə şərait yaradanlar çox gözəl bilirlər ki, müsəlmanlar bunu cavabsız qoymazlar və müsəlmanlar buna etiraz edərlər. Və buna görə də bu cür təhqiramiz ifadələri, təhqiramiz hərəkətləri günü-gündən Avropa dövlətlərində çoxaldırlar ki, müsəlmanları vəhşi göstərsinlər. Bəs müsəlmanlar nə etməlidirlər? Müsəlmanlar ki, o qara dərili müsəlman ki, bildiniz ki, Fransa dövlətinə, Fransa hökumətinə dərs keçdi, İslam mədəniyyəti ilə dərs keçdi. 15 nəfər qeyri-müsəlmanın canını Məsihi cinayətkarlarının, Xristian cinayətkarlarının əlindən nicat verməklə öz evində neçə gün saxlayıb onların qorumaqlığı ilə mükafat aldı dövlətdən. Göstərdi ki, müsəlmanlar terrorist yox, humanist, insanpərvər və bəşəriyyətə faydalı bir cəmiyyətdir. Müsəlmanlar dünyanın bütün nöqtələrində, bütün güşələrində bu cür etiraz eləməlidirlər. Haqq səsini ucaldıb, sözlərin deyib, əməli surətdə əxlaq tərənnüm eləməlidirlər. O cürə ki, Bakıda Vəhdət həftəsində bir dəstə mömin cavan
baxmayaraq ki, Fransada Həzrət Peyğəmbərə karikatur olundu və ondan qabaq 2005-2006-cı illərdə Danimarkada, Hollandiyada, Norveçdə, Almaniyada, İtaliyada bu təhqiramiz karikaturlar çəkilmişdi, görsənmişdi və müsəlmanlar da etirazlarını bildirmişdilər. Amma bu etirazların içərisində ən gözəl etiraz da Bakıda bir dəstə gənc, mömin tələbə Vəhdət həftəsi günü qar yolunu, ki Bakıya qar yağdı, qar yolunu kilsəyə gedən yoldan təmizləməklə ilə göstərdilər. Göstərdilər ki, müsəlmanlar, bu mədə siz bizim Peyğəmbərimizi təhqir edirsiniz. Biz buna cavab olaraq sizin ibadətgahınıza gedən yolları təmizləyirik. Bu da bir növ ziyalılığın nümunəsidir. Demirəm, bütün etirazlar fəqət bu cür olmalıdır. Amma müsəlmanlar bunu da bacarmalıdır. Müsəlman kimi əxlaqi keyfiyyətləri, əxlaqi səviyyəni göstərməkliyi də hamından gözəl bacaran müsəlmandır və göstərirlər. Bütün bunlara cavab olaraq Allah Teala o cür hegemon, şeytanpərəst və şeytan xislət hakimlərə Allah Teala Qur'an-ı Kərimdə Bəqərə surəsində belə buyurur. Buyurur və in kuntum fi raybin mimma nəzzəlna əla abdina. Əgər sizin şəkkiniz vardı ki, biz bu Peyğəmbərə Qur'an nazil eləmişik. Peyğəmbərə nazil elədiyimiz Qur'anda sizin şəkkiniz, şübhəniz vardısa, fə'atu bi surətin min misli. 114 dənə Qur'anın surəsi vardı. Bir dənə də siz o surədən getirin. O cür məntiqli, mənalı, elmli, bəlağətli, fəsahətli bir surə getirin. Hətta başqa bir ayədə Allah Teala buyurur ki, fə'tu bi ayətin min misli. Onun misalında olan bir ayə getirin, əgər qüdrətiniz vardı, cəsarətiniz vardı. Vəd'u şuhadâəkum min dunillah. Və Allah'tan başqa bütün köməkçilərinizi, bütün gücünüzü, qüvvənizi istifadə eləyin in kuntum sadiqin. Əgər siz düz deyirsinizsə. Demirsiniz, Avropada elm inkişaf edib, mədəniyyət inkişaf edib. Budurmu sizin mədəniyyətiniz müqəddəsata əl atırsınız? Budurmu sizin mədəniyyətiniz bəşərin ən ağıllı, ən kamil şəxsini ələ salırsınız, nəuzubillah. Allah sizi ələ salır. Allah buyurur Qur'anda ki, Allahu yəstəhzi'u bihim və yəmudduhum fi tuğyanihim ya'mahun. Allah sizi ələ salır, Allah sizə istehza eləyir və Allah sizi öz zülmünüzdə başlı başına bırakıbdır. Və Allah sizi körlardan qərar veribdir. Siz həqiqəti görmürsünüz. Siz etdiyiniz cinayətləri görmürsünüz. Ona görə Qur'anı tohin edirsiniz. Ki, dünənləri də Belçikada, Milli Məclisdə bir deputat Qur'an-ı Kərimi təhqir edib, Allah ona lənət eləsin. Kördular. Allah Teala cavabında buyurur, وَاِنْ لَمْ تَفْعَلْ فَلَنْ تَفْعَلْ. İndiyə qədər bir şey bacarmamışsınız Qur'anın əleyhinə iş görəsiniz. Yalnız və yalnız əxlaqsızlıq eləmişsiniz. Tərbiyəsizlik eləmişsiniz. İndiyə qədər elmi surətdə, məntiqi surətdə, gözəl, dərrakəli Qur'anla mübarizə apara bilməmişsiniz. Fələn təfəl və bundan bu tərəfə də bacara bilməyəcəksiniz. Allah vədə verir. Gözəl Allah Teala necə gözəl və qısa, çox möhkəm, çox bəliğ bir cavab verib Allah düşmənlərinə. Allah düşmənləri qorxurlar Qur'anla. Qorxurlar ki, öz xalqları Qur'anı oxuyub, Qur'anla tanışlıq edib, İslam dininə iman getirib, bu əsarət zəncirini qırıb atarlar. Həqiqi mənada
insan haqlarını tələb edənlər. Axı bunlar insan haqları adı ilə xalqları əsarətə alırlar. İnsan haqları adı ilə millətləri, ölkələri əsir ediblər. Qorxurlar ki, öz xalqları, istər Fransanın xalqı, istər Almaniyanın xalqı, istər İsveç, istər Norveç, bu xalqlar Qur'an-ı Kərimi oxuyub, ziyalı olanlar, mədəni olanlar, azad fikir olanlar, ondan sonra bunlar kimi istismar edəsinlər ki? Görürsən ki, Allah Təbarəkə və Teala Qur'anda necə böyük bəlağət qoyubdur. Həzrət Peyğəmbərin sözündə necə böyük fəsahət qoyubdur. Ona görə Həzrət Peyğəmbərə və Qur'ana toğin edirlər. İndi bunun müqabilində biz müsəlmanlar Qur'anı daha da çox oxumalıyıq. Qur'anla daha çox məşğul olmalıyıq. Qur'anda olan əxlaqi nümunələri nəinki oxuyub, yadda saxlayıb, bəlkə əməli surətdə göstərməliyik. Ar olsun o müsəlmana ki, Qur'anı oxuyub ona əməl eləmir. Ar olsun o müsəlmana ki, adı müsəlmandır, amma əxlaqi, mədəniyyəti, insan haqlarını qərbin əxlaqsızlığından öyrənir. Ar olsun o müsəlmana. Allah Subhanahu və Teala 124 min peyğəmbər göndəribdir. Və 124 min peyğəmbərin əşrəfül ənbiya, xatəmun nəbiyyinə vəl murselin Həzrət Muhammed sallallahu aleyhi və aleyhi və səlləmi İslam ümmətinə hədiyyə eləyibdir. İndi müsəlman, İslam ümməti gərəkdir ki, bu Peyğəmbərin əxlaqından, sirəsindən, mədəniyyətindən, elmindən, yüksək əxlaqı səciyyələrindən uzaqlaşmayan, gərək muizəyə qulaq asasan, gərək mütaliə eləyəsən və ondan daha vacibi əməli surətdə göstərəsən. Əgər insan bildiyinə əməl eləməsə münafiq olar. Əgər insan bilməyib əməl eləməsə cahil olar. Bilməyib əməl eləmir, cahildir. Bilib əməl eləmir, münafiqdir. İkisi də Peyğəmbəri təhqir eləyən quruma xidmət eləyir. Şeytanpərəstlərə xidmət eləyir. Biz Peyğəmbər ümməti olaraq həqiqətən mi Peyğəmbəri təhqir eləyənləri lənət deyirik? Lənət deyirik, lənət demirik? Niyə lənət deyirik? Çün əşrəfül ənbiya Həzrət Muhammədi təhqir eləyiblər. Əgər lənət deyiriksə, lənətimizi Peyğəmbər əleyhissalamdan əxlaqi nümunələr öyrənib tətbiq eləməklə ilə göstərməliyik. Dilimizdə lənət olsun sənə, bunun kəsəri olmaz. Amma Peyğəmbərdən əxlaq, Peyğəmbərdən mədəniyyət öyrənib cəmiyyətimizdə, məhəlləmizdə, evimizdə, ailəmizdə, dostlar, qohumlar arasında tətbiq edib, Peyğəmbər əleyhissalama Allah tərəfindən nazil olan mədəniyyəti diriltsək, ayağa qaldırsaq, bax biz o zaman həqiqi mənada Peyğəmbəri təhqir eləyənləri lənət deyərik. Allah'a an verdirək öz izzəti cəlalına. Allah bizi həqiqi mənada Muhammed ümmətindən qərar versin inşallah. Allah bizi bağışlamamış dünyadan aparmasın. Pərverdigar aləm Peyğəmbər əleyhissalamın dinində bizi əxlaqlı, səviyyəli, elmli, helimli möminlərdən qərar versin. Və o qərb qüvvələri, hegemon qüvvələr ki, Həzrət Muhammedə toğinlər, təqqirlər eləyirlər. Allah Teala onları zəlil-i xar, rüsvay-i cahan eləsin. Mübarək cümə günündə adlarımızı İmam-ı Zamanın dəftərində səbt-düzəbt eləsin. Və möminlər ki, cəm olub gəliblər, muizəyə qulaq asırlar. Allah Teala bizi danışıb, eşidib, əməl eləyən insanlardan qərar versin. Allah bizi qəlbən, ruhən, mənən bir-birimizə rauf-u mehriban eləsin. Dualarımızın dərəcəyi qabulu xatirinə Muhammed-i Ali, Muhammed-i Ali salavat.